Lakin Ramin, burada bir şey var. Bu nöqtəyə diqqət eləmək lazımdır, çox mühümdür. Bəzi alimlər deyiblər ki, alimləri kafirdir. Səncə Ramin, hansı babdan deyiblər? Nə etibarilə deyiblər onu? Səncə, nə gəlir ağlıva? Yəni, eşidərsən, əhl-i sünnədən eşitsən ki, bəli, dəvətçiləri kafirdir. Məsələn, müəyyən ad çəkirlər, misal üçün, bax, bu misal üçün, başda gedənidir bu misal eşitsən, necə yerinə qoyacaqsan? Çünki biz danışdıq ki, bu söhbət deyil. Amma birdən eşitsən, bu, Ramin, bu məsələ qalibəndir. Yəni, əksər hallarda başda gedənlərinə haqq çatıb bilə-bilə inad edirlər, düşmənçilik yaparırlar. O etibarən deyiblər ki, başda gedənlər kafirdir. Lakin bu hamıya tətbiq olunmur, bu hamısına. Aydın oldu axı? Əksər hallarda bu ola bilir deyə belə ifadəni eşidirsən. Amma bu demək deyil ki, elə bax, məsələ bu yerdədir. Yox axı, qalibən, əksər hallarda böyük hissəsində budur. Amma bu dabit deyil axı. Bax, onu demək istəyirəm, Ramin. Var dabit, var dabit olaraq, var böyük ehtimal. Böyük ehtimal ayrı şeydir. Yəni, ola bilsin, olmasın.